Din Allah tərəfindən gəlib. Allah subhanahu wa ta'aladır şəriəti göndərən. Və heç kəsə ixtiyar yoxdur ki, nəsə bir şəriət qursun. Yəni özündən bir şəriət çıxartsın, bir dini qanunlar icad etsin. Bu Allahın haqqıdır. Allahın əmri ilə olur bu. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Əm lehum şurakâ'u şer'u lehum mined-din ma lem ye'zen bihillah." Yəni yoxsa onların Allahdan başqa dində izin vermədiyi şeyləri şəriət edən şərikləri mi var? Nəysə sən şəriət kimi yəni təqdim edirsənsə, dində şəriət kimi, və bu da hökm. Sən hökm vermiş sayılırsan. Yəni ona görə Allah deyir ki, yəni Allaha şərik qoşursan bu məsələdə. Onların deyir şərikləri mi var deyir. Allahın izin vermədiyi bir şeyi dində şəriət etsinlər. Şura surəsi 20-ci ayədə. Və ona görə deyir ki, din Allahın şəriət etdiyidir və Rəsulun çatdırdığıdır. Həzə huvəd-din əlləzi qalallahu cəllə və alə və budur deyir. O din ki, Allah Teala buyurub ki, şər'a ləkum minəd-din mə vəssa bihi Nuhan vəllezî əvhəynə iləykə və mə vəssəynə bihi İbrahim və Musa və İsa ən əqimud-dinə və lə tətəfərrəqu fih. Yəni Allahın deyir, Nuha tövsiyə etdiyi, yəni Nuha və sənə tövsiyə etdiyi, həmçinin İbrahimə, Musaya və İsa'ya tövsiyə etdiyimiz, yəni sizin üçün də dində şəriət etdik. Yəni onlara tövsiyə olunanlar, onlara şəriət olunanlar, sizə də dində şəriət edildi. Ona görə Allah Teala buyurur ki, dində doğru düzgün şəkildə etiqad eləyin və bölünüb firqə olmayın. Sonra buyurur ki, bu din ağıllarla, kiminsə nəsə öz ağlından icad etdiyi bir şey deyil. Yəni heç kəs özündən nəsə bir şey fikirləşib dində bu belədir deyib, yəni bu dindir deyib əməl etmək, bu belə bir şey yoxdur. Bu doğru bir şey deyil. Leysəd-din məstəhsənəhu ər-rical əv ra'ahu. İnsanların gözəl gördüyü, gözəl görüb onu din kimi təqdim etdiyi bu din deyil. Fə innə hədə leysəd-dinullah. Bu Allahın dini deyil. Hədə dinun nəs əlləzi əhdəsuhu. O insanların dinidir. İnsanların icad etdiyi din. Bir var Allahın dini, bir də var nə? İnsanların icad etdiyi din. Hətta bunu İslam kimi təklif etsələr də. Bu İslam dini belədir. Özlərindən və bugün görürük biz nə qədər bidət əhli var, nə qədər şirk əhli var. İslam adından edirlər bunları. Bu dindir, bu başqa bir dindir. Bu onların dinidir. Bu İslamdan, yaxından, uzaqdan heç bir əlaqəsi yoxdur. İslam dini nədir? Allahın və Rəsulunun yəni gətirdiyi şəriət. Allahın və Rəsulunun dedikləridir. Və innəmə huvəd-din mə ra'ahu. Yəni o din onların fikirlərində olanlardır. Yəni onların icad etdikləridir özlərinə görə. Fələ yənsibu iləllahi min din illə mə şər'ahu alə lisan Rasul. Ona görə Allahın dininə yəni nisbət olunan din yalnız Rəsulun dili ilə Allaha isnad olunan dindir. Ona görə Allah Teala buyurur ki, "Əm lehum şurakâ'u şer'u lehum mined-din ma lem ye'zen bihillah." Yoxsa onların dində Allahın izin vermədiyi şeylər, dində şəriət edən şərikləri mi var? Və ilmuhu indallahi və ində Rasul. Yəni bu elm Allah tərəfindəndir, Allahdandır, Allahın yanındadır və Rəsulunun. Əmruddin təvqifiyyə. Din təvqifidir. Təvqifi nədir? Təvqifiyyə. Nə deməkdir? Kəlmə gələcək əqidə kitablarında tez-tez təvqifiyyə. Bu məsələ təvqifiyyə, məsələ ictihadiyyə. Təvqifiyyə odur ki, yəni durursan burada. Təvqifiyyə, yəni Allahın və Rəsulunun gətirdiyidir. Orada ictihada yeri yoxdur. İnsan otursun nəsə ictihad eləsin, yox belədir, yox mənim fikrimcə budur və yaxud budur. İctihada yeri yoxdur. Dəlilə tabi. Bu cürdür, qutardır. Əqidə məsələləri misal üçün. La ilahe illallah Muhammed Rasulullah və yaxud istənilən əqidə məsələ nədir? Təvqifiyyədir. Nə gəldi odur. Ona görə umur-din təvqifiyyə, din məsələləri təvqifiyyədir. La buddə minəl ədillə anillahi və rasulihi fi umur-din. Ona görə dini məsələlərdə nəyə ehtiyac var? Allahdan və Rəsulundan gələn dəlilə ehtiyac var. Yəni kitab və sünnədə gələn şeyə əməlləyirik, gələnlərə əməlləyirik. Və tutraku el-muhdəsat vəl-bidə. Və bidətləri, yenilikləri tərk eləyirik. Əlləti mə ənzəlallahu bihə minəs-sultan. Hansı ki, o barədə Allah Teala heç bir dəlil nazil etməyib. Və in kana ahluha yarawnaha dinan. Hətta onun
edənlər, o bidəti eləyənlər bunu din kimi görsələr də belə, bu din deyil. Biz onu tərk eləyirik. Nəyə görə? Çünki heç bir dəlili yoxdur. Yəni Qurana və sünnəyə, Quran və sünnədən bunun dəlili yoxdur. Gözəl olsa da, insanlar bunu gözəl görsə də, biz nə edirik onu? Tərk edirik o şeyləri. Və yətəqarrabuna ilallah bi, və hətta insanlar o şeylərlə Allaha yaxınlaşsalar belə, biz o şeylərə məhəl qoymuruq. Yəni üz çevirmirik, o şeylərə baxmırıq. Və la nu'minu bihə, və o şeylərə iman gətirmirik. Çünki din Allahın və Rəsulunun şəriət etdiyidir. Lənə din məbniyyun aləl ilm, əlləzi cəə min indillahi və Rasul. Din, yəni Allah və Rəsulu tərəfindən gələn elmləndir. Elmlə məbniyyun aləl ilm, yəni elm üzərindədir. Ona görə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, mən əhdəsə fi əmrinə hədə mə leysə minhu fəhvə rədd. Kim bu işdə, bizim işimizdə, yəni dini məsələlərdə ondan olmayan, yəni dindən olmayan bir şeyi, yeniliyi edərsə, bir şey icad eləyərsə, fəhvə rədd. Rədd olunar ondan, qəbul edilməz. Mən amilə amilən leysə aleyhi əmruna fəhvə rədd. Kim bir əməl eləyərsə, bizim əmrimiz olmayan, yəni dində olmayan bir əməli din adından edərsə, fəhvə rədd. O rədd olunar, yəni qəbul olunmaz. Ona görə ibadətin qəbul olunması üçün şərtlər var. Birincisi nədir? İxlas. İxlasla, şirkdən uzaq. Yalnız Allah üçün etməlisən ibadəti. İkinci şərt də nədir? Peyğəmbər sallallahu aleyhi ve sellemin yoluna müvafiq tərzdə etməlisən. İkisindən biri olmazsa, olmaz. İkisi də bərabər olmalı. Həm ixlas, həm sünnə. Və deyir ki, وَسَيَجِدُ الْإِنسَانِ مُخَالِفَاتِ فِي الْعَقِيدَ وَالْمُخَالِفَاتِ فِي الْعِبَادَاتِ كَثِيرًا və insan, yəni görürük deyir, görəcəksiniz, yəni çoxlu əqidə məsələlərində, yəni müxalifçilik, xətalar, həmçinin ibadət məsələlərində ənnəs ləhum əhva və ləhum rəqabət və ləhum əra və ləhum turuq, insanlar müxtəlifdir. İnsanların əqilləri müxtəlifdir, fikirləri müxtəlifdir, yolları müxtəlifdir və biz onlara tabi olmuruq. Biz insanlara tabi olmuruq. Biz nəyə tabi oluruq? Quran və sünnəyə tabi oluruq. Yəni onların o fikirləri kimsə nəsə gətirir, bir məsələ, nə edirik? Ərz eləyirik Quran və sünnəyə. Quran və sünnədə bu məsələnin dəlili varsa əməl eləyirik, qəbul eləyirik. Dəlil yoxdursa, rədd eləyirik, qəbul etmirik, inkar eləyirik. Çünki o batildir o şey. Ona görə fələ təttəbi şeyin bi havak, həmçinin bu kəlməni şərh eləyir, deyir, yəni öz hava nəfsi istəkləri və havaya tabi olma. La təttəbi şeyən bi havak və rəqabətik. Və lakin yəkunhu havak və rəqabətuk təbiətən limə cəə anillahi və rasul. Yəni sənin o nəfsi istəklərin nəyə tabi olmalıdır? Quran və sünnəyə. Quran və sünnəyə yönəltməlisən. Sən öz nəfsi istəkləri və tabi olsan, öz hava istəyi və tabi olmuş sayılacaqsan, vəhyə yox, nazil olan Allah tərəfindən vəhyə yox, öz nəfsi və tabi olmuş sayılacaqsan bu halda. فَاِنْ لَمْ يَسْتَجِيبُوا لَكَ Allah Teala buyurur ki, فَاِنْ لَمْ يَسْتَجِيبُوا لَكَ فَعْلَمْ اَنَّمَا يَتَّبِعُونَ اَهْوَاهُمْ Əgər onlar sənə cavab vermirlərsə, bil ki, onlar nəfslərinə tabi olublar. Fikir ver. وَمَنْ أَضَلَّ مِمَّنْ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِنَ اللّٰهِ Allahın hidayətindən kənar, öz nəfsi istəklərinə, öz hava istəklərinə tabi olandan daha azğın kim ola bilər? İnnəllâhə lə yehdil qavməl zalimin. Allah zalim qövmü doğru yola yönəltməz. Fikir verin, yəni burada deyilən sözün dəlilini gətirdi Quran-ı Kərimdən. Yəni öz nəfsi istəklərinə tabi olma, öz havava tabi olma. Öz nəfsi istəklərini tabi et Qurana və sünnəyə. Kim belə eləyərsə, öz nəfsi istəklərinə tabi olarsa, nədir? Allah Teala Quran-ı Kərimdə buyurur ki, onlar sənə cavab verməsələr, sənin çağırışı var, sənin dəvətin və Peyğəmbərə deyil, sallallahu aleyhi ve sellem. Yəni, bil ki, onlar hava istəklərinə, öz nəfsi istəklərinə tabi olanlardır. Nəfsi istəklərinə tabi olublar, havalarına tabi olublar. Və sonra deyir ki, yəni öz nəfsi istəklərinə tabi olandan, Allahın hidayətini qoyub, öz nəfsi istəklərinə tabi olandan daha azğın kim ola bilər? Və sonra onlar haqqında deyir ki, Allah zalim qövmü doğru yola yönəlməz. Fəhkum beynəhum bimə ənzəlallah. Onların arasında Allahın nazil etdiyi ilə hökm ver. Və lə təttəbi əhvəhum əmmə cəəkə minəl haqq. Yəni, sənə gələn haqdan sonra onların hava istəklərinə, nəfsi istəklərinə tabi olma.
Və sonra buyurur ki, yəni dindən çıxarsan, İslamdan çıxarsan. Bu məsələni şeyx izah edir burada. Yəni öz nəfsi istəkləri və tabe olsun, dindən çıxacaqsan. İslamdan çıxarsan deyir. Bu nə deməkdir? Şeyx buyurur ki, kim öz nəfsi istəklərinə tabe olarsa, dindən çıxar. Yəni birinci məsələ nə gələr ona? Yəni müxalif olar. Müxalif olduğu məsələlərdə səhlənkar olar. Misal üçün, adam bir şeydə, birinci bir günah eləyəndə, bir asiliklərə düşəndə, hər hansı bir günah edəndə, müxalif bir şey eləyəndə, birinci nə edir? Yəni, qəlbi sağlam olan dərhal tövbə eləyir, uzaqlaşır, peşman olur. Amma elə olur ki, bir dəfə, iki dəfə, üç dəfə adi nə olur? Yetəsəhəl. Yəni, bunun üçün elə-belə gəlir. Adi gəlir. Və get-gedə adiləşir, get-gedə çoxalır və yavaş-yavaş gətirir küfrə çıxardır. Və deyir ki, bu məsələdə insan o müxalif olduğu məsələlərdə, hava nəfsi istəklərinə uyduğu məsələlərdə get-gedə nə olur? Yəni, səhlənkar yanaşır bu şeylərə. ثُمَّ يَتَعَاذَمْ اتِّبَعَ الْهَوَى Sonra o tabe olduğu nəfsi istəklərə davamiyyətli olur, o şeyləri artırır, hətta onu dindən çıxardır. Hətta onu dindən çıxardır. Ona görə bir məsələdə insan bir harama düşdükdə, bir bidətə düşsə Allah qorusun, hər hansı bir müxalif olsa şəriətə, dərhal qayıtmalıdır, dərhal uzaqlaşmalıdır, dərhal tövbə etməlidir. Allahdan bağışlanma istəməlidir. Çünki bağışlanma istəməzsə, tövbə etməzsə, o şeyi edərsə, günah gətirər, haram gətirər. Get-gedə bu artar, zəlalətin üzərində zəlalət çoxalar və sonra nədir? Oradan çıxa bilməz. Sonra Allah qorusun, oradan çıxa bilməz. Allah Teala buyurur ki: "Əfəraeytə men ittəxəzə ilahehu hava və adallahu Allahu ala ilmin və xatama ala səm'ihi və qalbihi və ca'ala ala basarihi ğişavə." Fikir verin ayətə. Deyir, öz nəfsini ilah qəbul edən, özünə ilah qəbul edəni gördünmü? Öz nəfsini, özünə ilah, öz havasını, istəklərini, özünə ilah qəbul edəni gördünmü deyir. Onu Allah azdırdı. Adallahullahu ala ilmin. Yəni elm üzərində Allah Teala onu azdırdı. Və xatama ala səm'ihi. Onun qulaqlarına tıxac vurdu. Qəlbinə tıxac vurdu. Və qalbihi. Və ca'ala ala basarihi ğişavə. Gözlərinə də pərdə çəkdi. Keçən dərslərimizdə də bu qəlbin islahı məsələlər dərslərində bu məsələlər keçib. Yəni insan hava nəfsi istəklərinə uyduqca bu belə şeylər baş verir. Allah qorusun. Allah Teala dərhal qəlbi möhürləmir. Səbəb var. Möhürlənibsə qəlb deməli səbəbi var, əvvəli var bunun. Bu haqda biz danışmışıq. Fikir verin. Burada ilah deyilən məsələ, ilah qəbul etməyəni gördünmü deyir. Nəfsinə özünə ilah. Deyir bu bir büt deyil, bir hər hansı bir daş, ağac deyil ki, ibadət olunan bir şey deyil. Bu bunun nəfsidir. Bu bunun havası da ona ibadət edir deyir. Ola bilər insan deyir, nə ağaca ibadət etməsin, nə daşa. Bu şeylər deyir, mən tövhid əhliyəm. Mən qəbrə ibadət eləmirəm, qəbirdən heç nə istəmirəm. Ağaçdan, daşdan, bunlar hamısı şirkdir. Amma nə edir? Nəfsinə ibadət edir. Öz nəfsi istəklərinə, havasına ilah qəbul edir. Fəhədə abdun li hava. Bu kəs kimdir? Deyir, öz nəfsinin qulu. Öz nəfsinin quludur. Fəaləl insan ən yəhdi. Ona görə insan deyir, ehtiyatlı olmalıdır, bu şeydən çəkinməlidir və hava və istəklərinə tabi olmamalıdır. Ancaq Quran və sünnəyə yönəlməlidir. Neçə dəqiqə var? 10 dəqiqə yekünür. Fəinə lə hüccədə ləkə fəqat bəyyənə Rasulullah sallallahu aleyhi ve sellem li ümmətihi sünnə. Yəni deyir, sənə hüccət yoxdur bu məsələdə. Yəni öz nəfsivə uymaqda sənə hüccət yoxdur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem ümməti üçün sünnəni bəyan eləyibdir və sahabələri də onu yəni insanlara izah eləyib çatdırıb. Və bu məsələni, bu kəlməni Şeyx Fovzan şərh eləyib. Buyurur ki, lə hüccətə limən xalifə və təbə həvə. Yəni nəfsinə tabi olub, haqqdan üz döndərən, haqdan uzaqlaşana bir dəlil yoxdur, hüccət yoxdur. Lənnəhu dallə ba'dəl bəyan. Çünki o bəyan olandan sonra, ona haqq çatandan sonra azdı. Elmdən sonra azdı, ona gələn elmdən sonra azdı. Nəyə görə azdı? Nəfsinə uydu deyən azdı. Ona elm gəldi, haqq gəldi, hər şeyi bilir. Haqqı bilir, nə idi? Tərk elədi, nəyə görə? Nə üçün tərk elədi? Nə üçün uzaqlaşdı? Nəfsinə uydu. Öz nəfsini ilah qəbul elədi. Havasına uydu. Əfəraytə mən ittəqədə iləhəhu həvə və adəlləhu Allahu alə ilm. Yəni nəfsinə özünə ilah qəbul edəni gördünmü? Allah onu
elm üzərində azdırdı. O leysə cahilin, leysə cahil. Yəni cahil deyil deyir. Cahil deyil. Bəl ya'rif kitab və sünnə. Kitab və sünnəni bilir. Allah qorusun. Adam bilir, haqqı bilir. Kitab sünnədən məlumatı var. Elm üzərində deyir Allah onu azdırdı. Nəyə görə azdırdı? Nəfsini ilah qəbul edir özünə. Öz nəfsinə uydu. Havasına uydu, nəfsi istəklərinə uydu. Bəl ya'rif kitab və sünnə və ya'rif aqvalil əhlil ilm. Elm əhlinin sözlərini bilir. Lakinnəhə la tuvafiq hava. Lakin o şey onun hava nəfsi istəklərinə xoş deyil. Bir məsələ gəlir, nəfsinə xoş deyil. İstəyir o məsələni nətərsə fırlatsın, nəfsinə uyğun bir dəlil axtarır. Fəyətrukuhə və yəxuz mə vafəqə hava. O şeyi haqqı tərk eləyir, bilir ki bu haqdır. Nəfsinə uyğun gəlmir, tərk eləyir, nə edir? Gedir başqa bir hardansa nəsə tapır, o şeyi götürür. Öz nəfsinə uyğun. Və bu azğınlıqdır, bu zəlalətdir deyir. Allahdan sığınırıq bunu, Allaha sığınırıq bundan, bu şeydən. Və ittibau hava xatir ciddən. Nəfsi istəklərə uymaq təhlükəli məsələdir. Fa'aləl insan an yahzira men ittaba hava. Ona görə insan bu şeydən nədir? Həzər etməlidir. Və Allah subhanahu wa ta'ala buyurur ki: "Və la tattabi'l hava." Yəni nəfsi istəklərə tabe olma. "Və la tattabi'l hava." Nəfsi istəklərə tabe olma. "Feyudillaka anis sabilillah." Bu səni Allahın yolundan uzaqlaşdırar, azdırar. İnnellezine yedilluna an sabilillahi lehum azabun şedid. Kim Allahın yolundan uzaqlaşarsa, yəni azarsa, ona şiddətli əzab vardır. Bima nasu yevmel hisab. Nəyə görə? Yevmul hisab, yəni hesab gününü unutduqlarına görə. Şiddətli əzab var. İnsan deyir, heç bir şeyə ibadət eləmir, qəbirə, daşa və tövhidi bilir, sünnəni bilir, lakin nəfsinə tabe olmaqda salamat deyil. Bu şeydə diqqətli olmaq lazımdır. Bu, Allah qorusun, təhlükəli məsələdir. İnsan arxayındır, deyir, mən tövhid əhliyəm, sünnə əhliyəm, əhl-i sünnə vəl cəmaatəm, haqq üzərindəyəm, əlhamdülillah, bidət eləmirəm, belə eləmirəm, belə. Amma nədir? Bir dənə qapı var, o qapını bağlamaq lazımdır. O da nə qapısıdır? İttibaul hava, hava nəfsi istəklərə tabi olmaq. Və hətta qardaşların arasında Allah qorusun, belə şeyləri görmüşük. İstəyir evlilik məsələsində, istəyir digər məsələlərdə nə edir? Öz nəfsinə uyğun rəy axtarır. Öz nəfsinə uyğun rəydirsə, onu qəbul edir. Ona haqq bəyan olur, ona dəlillərlə izah olur ki, bu cür etməlisən, bu cür etmək olmaz. Nə deyir sənə? Deyir ki, filan alimdə, filan yerdə belə deyir, yəni bu rəydə var, mən oraya götürürəm. Bu nə deməkdir, qardaşlar? Bu insan artıq nədir? Öz nəfsinə, öz havasına tabi olur. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "La yu'min ahadukum hatta yakuna havahu tab'an lima ji'tu bihi." Sizlərdən, yəni heç biriniz iman gətirmiş sayılmazsınız ta ki nəfsi istəkləriniz, hava və istəkləriniz mənim gətirdiyimə tabe olmayınca. Biz nəfsi istəklərimizi tabe etməliyik, nədir? Şəriətə. Şəriəti nəfsi istəklərimizə yox, nəfsimizi tabe etməliyik Allahın dininə. Və Rasul sallallahu aleyhi ve sellem mə tərəkə şeyən illə və bəyyənəhu. Allah Resulü sallallahu aleyhi ve sellem elə bir şey yoxdur ki, onu ümmətinə bəyan etməsin. Nə xeyir şeylər var, Allah Resulü sallallahu aleyhi ve sellem onu bəyan edib ümmətinə. Nə şər var, Allah Resulü sallallahu aleyhi ve sellem o şərdən çəkindirib. Sizə iki şey tərk etdim, iki şey sizə tərk etdim. Ondan tutunsanız azmazsınız. Nədir? Allahın kitabı və sünnəm, mənim yolum. Bu hədisi də Hakim və Beyhəqi rəvayət etmişlər. Dayanaq burada inşallah. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə ente, estağfiruke və etûbü ileyk.